Vaxtilə deyirdiniz ki, müəllimlərin əmək haqqının artması təhsildə korrupsiyanı azaldacaq. Azaltdı mı? Mən işləyən dövrdə də olubdu, məndən qabaqçı dövrdə də olub, bu gün də var və gələcəkdə də olacaqdır. Normadan artıq yağış olur, yoxsa normadan artıq vəzifə özbaşınalığı? Mən özüm işə gedənə kimi əməlli başlaydım İstanbulda. Müəllimlər atestizmdən keçməlidir. O suallar harada hazırlanır? O sualı hazırlayan adamlar özləri onun cavablarını bilirlərmi? Məqsədimiz insanlarımızı imtahanla işdən qovmaqdan ibarət olmalı deyil. Vasif Talıbovun hüquqşünaslıq fakültəsində oxuduğu diplomda saxta diplomlu iddiaları səsləndirdilər. Vasif Talıbov o dövrdə hara getsə bütün qapılar açıq idi. Çobanlar alimlərə rəhbərlik edən bir cəmiyyətdə problem təhsildədir yoxsa harda? Mən onları çobanla da müqayisə eləmərəm. Azərbaycan üçün bir yara mən hesab eləyərdim. Kim verir İsfəndiyar Axundovun oğlanlarına saxta diplom? Mediada manşet xəbərlərində diqqətinizə çatdıracağım vəziyyətin gərginləşdirilməsi istiqamətində addımlar alır. Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayırıq. Normadan artıq yağışlı günlərdə bugün maraqlı qonağım, gündəm mövzularının müzakirəsi, çox hörmətli, keçmiş əslində sözü xoşuma gəlmir mənim. Ümumiyyətlə, nazir sözünün yanında sabiq və keçmiş sözlərini istifadə edəndə bir o qədər də sevmirəm. Amma sabiq təhsil naziri Misir Mərdanov. Eyni zamanda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov. Xoş gördük. Xoş gördük. Misir müəllim, birinci studiyamıza necə gəlib çıxmısınız? Bugün yolların vəziyyəti artıq yağıntılar, yəni belə deyək də norma yağıntıları biraz yağıb 1-2 saat axşam saatlarında. Valla işdən bura gəlməyim problem olmadı. Yollar açıq idi. Haradasa bir 15-20 dəqiqə gəldim. Yaxşı gəldim. Əvvəlcədən də bir dəfə olmuşam deyə yolları tanıyırıq. Ona görə elə bir problem çıxmadı. Yaxşı gəldim. Bugün gündəmi müşahidə edirik. Gündəmdə yenə də eyni problemlər, yolların vəziyyəti, Bakıda yağış yağan kimi, su yerə dəyən kimi yaranan problemlər media manşetində göz qabağındadır. Yenə əksər tunellər, körpüləri su basıb, halbuki 2 saat, 3 saat yağış yağıb, bir aydır Bakıda o qədər də yağış yağmır. Maraqlı indi görəsən çıxıb kimsə deyəcəkmi ki, Bakıya normadan artıq yağış yağıb, 6 ay öncə hadisələri baş verdi, 2 insan həyatını itirdi, insan taleyinə bağlı bir məsələ və müvafiq qurumlar, vəzifəli şəxslər açıqlama verdilər ki, normadan artıq yağış yağıb, məsələlər araşdırılır. Araşdırılıb bitmədi, yenidən ani bir az yağış yağdı və yenə də Bağırov körpüsü, Sabunçu tuneli, hər biri su altındadır. İnsanların gediş-gəlişi dayandırılıb, artıq axşam saatlarında hərəkət yenə də iflic vəziyyətinə düşəcək. Misir müəllim, normadan artıq yağış olur, yoxsa normadan artıq vəzifə özbaşınalığı, normadan artıq məsuliyyətsizlik olur, normadan artıq qudurğanlıq olur? Mənə belə gəlir ki, Allahın işinə heç kəs qarışa bilməz. Ona görə də yağışın yağması və nə qədər yağması bizim iradəmizdən asılı deyil. Biz işimizi elə qurmalıyıq ki, yağış nə qədər yağsa da insanların normal yaşayışına mane olmaya bilsin. Yəni, əsas buna çalışmaq lazımdır. Mənə belə gəlir, o qədər də çətin məsələ deyil. Dünyanın digər ölkələrində olan təcrübəni öyrənmək lazımdır. Düzdür, məsələn, Avropanın lap mərkəzi ölkələrində də yağışın, qarın, fəsadlarının mən şahid olmuşam. Olub belə hallar. Ancaq bizim ölkəmizdə çalışmaq lazımdır ki, belə hallar az olsun. Cəmaat, uşaqlar məsələsi hər-səhər bugün külək, yağış, yollar belə. Mən özüm işə gedənə kimi əməlli başlaydım, istandım. Məsələ bir neçə addım atana qədər. Yəni, təəssüf ki, hələlik bizdə bu iş qaydaya salına bilməyib. Məsələn, mən şəxsən bir Azərbaycan vətəndaşı kimi arzu eləyərdim ki, heç olmasa bugünkü hadisələrdən ibrət dərsi götürülsün və çalışılsın ki, gələcəkdə belə hallar baş verməsin. Yəni, nə qədər yağış yağsın, iş elə görmək lazımdır ki, bu ciddi fəsadlar törətməsin də. Burada mənə belə gəlir ki, ciddi bir problem deyil, bir balaca məsuliyyətli yanaşmaq lazımdır ki, bu problemlər olmasın. Hər halda əvvəlkindən fərqli olaraq mənə belə gəlir ki, bugün insanların sağlamlığıyla bağlı hələlik bir problem deyilmədi. Yəqin inşallah olmaz. Ancaq buna baxmayaraq arxayın olmaq olmaz. Ola bilər ki, bir aydan sonra
Bu hadisə bir də təkrar oldu. Yəni heç olmaz ona hazır olmalıyıq biz. Bilmirəm, Amiyada son durumlar necədir? Xüsusilə mən təkcə Riyaziyyat Mexanika İnstitutu nəzərdə tutmuram. Ümumiyyətlə son durumlar, məsələn 2022-ci ilə qədər olan proseslərdə sizin xüsusi narazılıqlarınız var idi. Son dövrlərdə necədir? Mən bir sərəncamı da xatırladım. Yəqin özünüz də bildirəcəksiniz. Artıq cənab prezident sərəncam verib ki, institutlar, iki institut, İdarəetmə Sistemləri İnstitutu və Riyaziyyat Mexanika İnstitutu birləşdirilir. Riyaziyyat İnstitutu yaradılacaq və institutun ləğv olunması ilə bağlı cənab prezidentin sərəncamı da var. Ümumiyyətlə buradan başlayaq məsələyə. Bəli, cənab prezidentin belə bir sərəncamı oldu. Sərəncamda deyildiyi kimi burada əsas məqsəd elmi tədqiqat işlərinin, elmi tədqiqat müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasına bağlı olubdur. Əslində qalsa burada mən elə ciddi bir problem görmürəm. Çünki biz tələbə olduğumuz vaxtı 60-cı illərdə Azərbaycan Elmlər Akademiyasının tərkibində bir tək riyaziyyat institutu var idi. Riyaziyyat Mexanika İnstitutu var idi. Sonradan zaman keçdikcə əlavə institutlar da yaradılmağa başladı. O cümlədən səhv eləmirəmsə kibernetika, sonra İdarəetmə İnstitutu adlandırılan 66-cı illərdə yaradılıb. 65-66-cı illərdə. İndi böyük bir problem görmürəm mən. Əvvəla hərə öz işindədir. Bizim institutun əməkdaşları öz işindədir. Məsələn, bir gün bizim institutda seminar olub, bir tanınmış elmlər doktoru, cavan professor seminarda məruz eləyib, onu dinləyib, mən bura gəlmişəm. Yəni, işimizi davam elətdiririk, işdə bir dayanma yoxdur və əlbəttə gözləyirik ki, görək necə birləşəcəyik, kim kimə birləşəcək, kim harada yerləşəcək, onu gözləyirik. O da güman edirəm ki, cənab prezidentin sərəncamında ilin sonuna qədər zaman ayrılıbdır. O zamana qədər hər halda yəqin ki, Nazirliyin, bizim də Elm Təhsil Nazirliyinə bağlı müəssisələrik. Nazirliyin rəhbərliyi yəqin ki, bu barədə müvafiq tədbirlər görəcək. Biz də kimin öhdəsinə hansı vəzifə düşürsə onu həyata keçirməyə çalışacaq. Mən burada böyük bir nə faciə görmürəm, nə bir problem görmürəm. Bəlkə də mən ümid edirəm ki, daha xeyirli oldu, daha yaxşı oldu. Məsələn, biz gələn qonağı mediada, mətbuatda verdiyi açıqlamalara baxırıq, araşdırırıq. Yəni, onun verdiyi müsahibələrdən bir suallar çıxardıb, təqdim edirik. Bugün Misir Mərdanovun sonraki fəaliyyətində ən çox müsahibələrdə sizin tez-tez sabiq Milli Elmlər Akademiyasının sədri ilə bağlı açıqlamalarınız olub, Ramiz Mehdiyevlə bağlı çıxışlarınız olub, onun sizlə bağlı sərt çıxışları olub. Durumlar düzəldimi? Sonradan bir hardasa təsadüfən oldu, bir görüşünüz oldu mu? Xeyr, heç bir əlaqəmiz olmayıb, görüşümüz də olmayıbdır və nə mənim onunla bir işim var, nə onu yəqin ki, mən hiss eləmirəm ki, mənlə bir iş olsun. Hərə öz işinlə məşğuldur və moment oldu, zərurət yarandı. Mən sözümü dedim, o da dedi və bununla da məsələ mənə belə gəlir, bitdi. Yəni, mən şəxsən bu söhbətlərin davam etməsinin heç birimizə xeyri olmadığını bilirəm. Heç millətimizə, dövlətimizə də bir xeyri yoxdur. Yaxşı olar ki, hərə özünə tapşırılan işlə məşğul olsun və cəmiyyətin xeyrinə nəsə bir iş görsün. Mənim şəxsən fikrim belədir. Keçmiş Təhsil Naziri Misir Mərdanov bugün Azərbaycan müəlliminə baxanda hansı hissləri keçirir və Azərbaycan müəllimini necə təsəvvür edərdi? Necə edərdim? Bəli, edir. Və edər. Belə deyək də, müəllim cəmiyyətdə əsas simadır. Hətta xatırlayırsınızsa, Ulu Öndər Heydər Əliyev vaxtilə müəllim haqqında çox böyük sözlər deyibdi. Onların biri bundan ibarət idi ki, mən dünyada müəllimdən yüksək sənət tanımıram. Bizim hər birimizə yazmağı, oxumağı, həyata vəsiqə verən müəllim olubdur deyə Heydər Əliyev həmişə müəllimə çox böyük hörmət bəsləyirdi və mənə belə gəlir ki, bu gün də dövlətin başçı tərəfindən o hörmət bəslənir, davam eləyir və çox yaxşı ki, mən vəzifədən ayrıldıqdan sonra çoxdan arzuladığım məqam gəldi, çatdı və həll oldu. Müəllimlərin əmək haqqında xeyli artım oldu. Bunu müsbət hal kimi mən qiymətləndirirəm. Məktəb direktorlarının əmək haqqı xeyli dəfələrlə artdı. Səhv eləmirəmsə direktor müavinlərinin də artıbdır və bu iş davam eləyir. Əlbəttə bunların hamısı sevindirici bir haldır. Yəni bizim təhsilimiz və millətimiz üçün. Eyni zamanda bütün dövrlərdə və bütün ölkələrdə təhsil həmişə problemli olubdur.
Vaxtilə deyirdiniz ki, müəllimlərin əmək haqqının artması təhsildə korrupsiyanı azaldacaq. Azaltdı mı təhsildə korrupsiyanı? Mən valla təhsil sisteminə korrupsiya sözünü yaraşdırmıram və o adı çəkmək istəmirəm. Çünki mən heç bir müəllimi, nə məktəb direktorunu korrupsioner, korrupsiyayla məşğul olan adam hesab edə bilmərəm. Yəni, mənim fikrimcə korrupsiya biraz geniş həcmli, iri həcmli məsələdir və nə təhsil sistemində, nə məktəbdə, bütövlükdə, nə ali məktəbdə mən güman eləmirəm ki, korrupsiya halları baş versin. Yəni, mənim fikirləşdiyim baxımdan. Ola bilər ki, xırda, məsələn, hədiyyələr olsun, nə bilim, nələr olsun. Ancaq bunu korrupsiya adlandırıb və böyük bir müəllim ordusuna, hörmətinə xələl gətirən bir iş kimi yaymağın mən tərəfdarı deyiləm şəxsən. Nə vaxt olur olsun, yenə deyirəm, təhsildə həmişə problem olub. Çünki təhsil hər bir ölkənin ən geniş bir sahəsidir. Yəni, hər bir ölkənin elə bir vətəndaşı olmaz ki, o təhsillə bu və ya digər formada bağlı olmasın. Kiminin özü müəllimdir, kiminin valideyni müəllimdir, kiminin uşağı məktəbə gedir, kimisinin ki, ali məktəbə. Yəni, bu baxımdan Azərbaycan dövlətinin hər bir ailəsi təhsillə bağlıdır, təhsilə bağlıdır. Ona görə də bu geniş əhatəli böyük sistemin həmişə problemi olubdur. Mən işləyən devirdə də olubdur, məndən qabaqçı devirdə də olub, sonra da olub, bugün də var və gələcəkdə də olacaqdır. Ancaq bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu problemləri dərindən öyrənək, onun səbəblərini araşdıraq və bu sahədə səriştəsi olan adamlarla məsləhətləşərək elə bir yol xəritəsi cızaq ki, getdikcə bu problemlər azalsın və problemlər azaldıqca da xalqımızın səviyyəsi yüksəlsin. Bax, buna getmək lazımdır və mənə belə gəlir ki, bugün də Elm və Təhsil Nazirliyində bu istiqamətdə müəyyən addımlar atılır. İndi bilirsiniz, əvvəlki devirlərlə müqayisədə sosial şəbəkələr, mətbuat, belə deyək, əvvəllər bir qəzet var idi, bir partiya var idi, bir televiziya var idi, bir ona bax. İndi maşallah hərənin bir telekanalı var, özəl, dövlət, qəzetlər və s. Ona görə hadisələr tez qabardılır, tez yayılır. Bu biraz, mən şəxsən bunu mənfaal kimi. Bir tərəfdən müsbətdir ki, hamı nəzarətdədir hər tərəfdən. Digər tərəfdən çox qabardılır. Ona görə də mən düşünürəm ki, problemlərimiz yavaş-yavaş həll olunacaq. Net olaraq bir sual versəm sizə. Müəllimlərin attestasiyası prosesi ilə razısınızmı? Müəllimlər attestasiyadan keçməlidirmi? Həm razıyam, həm razı deyiləm. Niyə? Razıyam ona görə ki, müəyyən bilik, bacarıq nümayiş elətdirən müəllimlər nümayiş elətdirir, müəyyən bal toplayırlar və əmək haqqı artır. Bu, müəllimin demək, sosial vəziyyəti yaxşıdır. Narazıyam ona görə ki, məsələn, mən şəxsən bu işin içində deyiləm. O sualları kim hazırlayır? O suallar harada hazırlanır? O sualı hazırlayan adamlar özləri onun cavablarını bilirlərmi? Yəni, o suallar müəllimin, bugünkü orta müəllimin gücünə uyğundurmu yoxsa yoxmu? Adama elə sual verə bilərsən ki, o adam heç bir şey eləyənməz, heç gələcəkdə də eləyənməz. Adama elə sual verə bilərsən ki, o sənin sualına, heç olmasa adamların yarısı ona cavab versin. Yəni, əgər sənin tutduğun suallara orada iştirak eləyənin yarıdan çoxu cavab vermirsə, demək sənin sualların qüsurludur. Ona görə də bu baxımdan, məsələn, açığını deyim ki, razı deyiləm. Ancaq qazanıb əmək haqqı artdığına görə əlbəttə razıyam ki, müəllimlərin əmək haqqı artır. Yəqin siz də mətbuatı, sosial şəbəkələri izləyirsiniz. Neçə gündür artıq musiqi müəllimlərinin etirazları var. Baxmışam. Musiqi müəllimləri həm ölkə rəhbərliyindən kömək istəyirlər, həm Mədəniyyət Nazirliyinə qarşı müəyyən aksiyalarda iştirak edirlər. 492 müəllim kənarda qalıb, işsiz qalıb. Bu 700 idi. Bundan sonra 492-yə endirildi rəqəm sayı. Xüsusilə orada proses əvvəlcədən birinci xəbərdarlıq olunmayıb müəllimlərə ki, sizi attestasiya məhz müqavilənizə xitam verilə bilər bundan. O xəbərdarlıq olunmayıb. İkinci məsələ də ki, burada praktik insan əməyindən istifadə olunub. Yəni 5 juri heyətinin iştirakı ilə, yəni insanın dəyərləndirilməsi prosesi baş verib ki, müasir, yəni Avropa təhsilində də bu proses yoxdur. Attestasiya prosesi bu formada getmir. Düzdür, orada musiqi məsələsidir. Amma bugün
nə dərəcədə düzgündür? 20-30 ilin müəllimləri attestasiyadan keçirilir və işinə xitam verilir. Cavan müəllimlər, gənc müəllimlər, musiqi, onlar incəsənət adamlarıdır, incəsənət müəllimləridir. Bu prosesə necə qiymət belə verirsiniz? gəlir ki, bütövlükdə həm musiqi müəllimləri, həm məktəb müəllimlərinə aid mən fikrimi bildirirəm ki, əvvəla bu məsələ ilə bağlı çox ciddi hazırlıq keçirməlidir. Çox ciddi hazırlıq keçirməlidir. Yenə gəlirəm o sualların üstünə ki, suallar elə tutulmalıdır ki, elə tərtib olunmalıdır ki, o yarışda iştirak edənlərin heç olmasa yarısı müsbət keçsin orada. Yəni bizim məqsədimiz insanlarımızı imtahanla işdən qovmaqdan ibarət olmalı deyil. Bizim məqsədimiz bu imtahanın vasitəsilə insanların biliyinin, bacarığının artırılmasına nail olmaqdan ibarət olmalıdır. Və bugünkü devirdə, Azərbaycanın bugünkü günündə minlərlə müəllimin o imtahana görə işdən kənarlaşdırılmasının mən şəxsən tərəfdarı deyiləm. Təbliğat aparılmalıdır. Yəni, elə bir təbliğat aparmaq lazımdır ki, həm musiqi müəllimləri, həm digər müəllimlər o müəllimin nüfuzunun artması istiqamətində özlərini təkmilləşdirsinlər. Özləri yeni müasir biliklərə yiyələnsinlər, bacarıqlara yiyələnsinlər və hansı imtahanda olsa onunla keçə bilsinlər. Bu hazırlığı aparmadan, təbliğat işi aparmadan birdən-birə elan eləmək ki, gəlin sabah imtahana gəlin və imtahanda da bunu yarıdan çoxu keçməzsən, əlbəttə bunu mən şəxsən düzgün hesab eləmirəm. Bu işə ciddi hazırlıq görmək lazımdır. Bəlkə də sınaq imtahanları keçirmək lazımdır. Hələlik qəti tədbir görmədən. Bu sınaq, bir dəfə sınaq keçir, gör nə tərdir. Biraz ya sualları asanlaşdır, ya çətinləşdir, ya müəllimlər hazırlaşdır. Yəni, yenə deyirəm, burada məqsəd ölkədə təhsilin səviyyəsini qaldırmaqdan ibarət olmalıdır. Məqsəd kimisə vəzifədən çıxardıb, onun ailəsinin vəziyyətini daha da pisləşdirməkdən ibarət olmamalıdır. Burada əsas məqsəd Azərbaycanda ümumiyyətlə cəmiyyətin inkişafına yol göstərən bir iş görmək lazımdır. Necə düşünürsünüz bir keçmiş nazir kimi? Hər hansı bir qurum əgər attestasiya keçirirsə, o prosesi Təhsil Nazirliyinə etibar etməməlidir. Yəni o prosesi məsələn o qurum onunla ixtisaslaşa bilməz də. İmtahan keçirmə, attestasiya məsələləri müəyyən qədər bilirsiniz, məni məsələn bir xeyli yaşı olan bir adam kimi və ömrümün bir 50 ilini mən bu sahənin içində olmuş bir adam kimi şəxsən fikirləşirəm ki, Azərbaycanın bütün təhsil müəssisələrinin əsas vəzifəsi ölkə üçün vətəndaş yetirmək, layiqli vətəndaş yetirməkdən ibarət olmalıdır. Və yaxud da biraz da sadələşdirirəm, yəni həyatı bacarıqlara yiyələnmiş insan yetirməkdən ibarət olmalıdır. Bizim, yəni təhsil prezident tərəfindən təsdiq olmuş təhsil strategiyasında da bu məsələ qeyd olunubdur. Ancaq təəssüf ki, bizdə imtahan yönümlü, yəni hamı imtahandan danışır, hamı repetitorluqdan danışır. Hətta bağçaya gedən uşaqlar repetitordan gedir. Birinci sinifə gedən repetitor yanına getməlidir ki, imtahan versin. Yəni, imtahan və repetitorluq bu ölkənin mənim fikrimcə təhsil sistemi üçün çox ciddi bir bəla mən hesab edirəm şəxsən. Bu mənim şəxsi fikrimdir. Yəni, elə bil ölkədə qeyri-rəsmi, paralel dövlətin pul ayırdığı, büdcəsindən böyük miqdarda pul ayırdığı təhsil, dövlət təhsil sistemindən yanaşı, heç yerdə qeydiyyatdan keçməyən paralel bir repetitorluq məktəbi bugün Azərbaycanda yaranıbdır. Və bu, həmişə demişəm, mən bu sözü 20 il bundan qabaq da demişəm, 10 il bundan qabaq da demişəm, bugün də deyirəm ki, bu işin qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində repetitorluq bu qədər geniş yayılmayıb, heç bir zamanda. Bəlkə biraz da zarafat, yarı ciddi deyim, sizin də yaqın qohum əqrab. Məsələ, biri ailə qurur, toya hazırlaşan bəylə gəlin, repetitor yanına gedir ki, bunlara rəqs eləməyi öyrətsinlər. Bəlkə səhv deyirəm. Bəli. Yəni, buna yol vermək olmaz qətiyyən. Ona görə bu işin yolları da var. Necə aradan qaldırmaq? Ya, vaxtilə mən demişəm, yenə deyə bilərəm. Ona görə də biz imtahan yönümlülükdən şəxsiyyət yönümlü təhsil sisteminə keçməliyik. Şəxsiyyət hazırlamalıyıq biz. Misir müəllim, o şəxsiyyət ki, getdi Şuşanın o dağlar, qayalarından dırmaşdı, canını fəda elədi, şəhid oldu və Azərbaycan torpaqlarını, onu kim yetişdirib? Azərbaycan məktəbi yetişdirib, Azərbaycan müəllimi yetişdirib. Yəni biz heç bir vəclə Azərbaycan müəllimini aşağılamamalıyıq. Biz, siz də o cümlədən, bəlkə daha çox siz
Kənd, oba, rayon gəzib, yoxdur bizim nümunəvi müəllimlərimiz. O qədər müəllimlərimiz var ki, yaxşı. Onları tanıtmalıyıq. Yəni, mən çox təəssüf edirəm. Elə bir Azərbaycanda elə şərait yaradılıb ki, yaxşıların hamını pisləməklə məşğul. Kim gedirsə, onun haqqında yalnız pis danışılır. Bizim o qədər məşhur ziyalılarımız, adamlarımız var ki, millət tanımır onları. Onları tanıtmaq lazımdır. Yəni, millətə onları tanıtmaq lazım ki, millət görsün ki, bunun içərisindən vaxtilə belə adamlar yetişib. Bax, məsələn, sayıram mən. Riyaziyyatdan Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Qoşqar Əhmədov, Arif Babayev, Mirabbas Qasımov və s. Yahya Məmmədov və digər kimi böyük alimlər. Biz bunları və digər ixtisaslarda bu tipli adamları cəmiyyətin üzvlərinə tanıtmalıyıq ki, cəmiyyət işıq gələn tərəfə getsin. Yoxsa biz harada bir mənfi bir hadisə oldu, onu qabartmaq, harada bir müəllimin mənfi hərəkət oldu, onu qabartmaqla bir şey qazana bilir. Mən gündəlik görürəm, məsələ, bu günlərdə bir 316 nömrəli məktəbdən çəkirlər, nə bilir. Yəni, bunları mən mənfi hesab edirəm. Çobanlar alimlərə rəhbərlik edən bir cəmiyyətdə problem təhsildədir, yoxsa harda? Vallahi, bu məsələyə də mən şəxsi münasibət bildirmək istəyirəm. Mən kənddə böyümüşəm. Çobanın kim olduğunu da bilirəm. Onun hansı əziyyətlə ailəsi üçün bir dolanışıq qazandığını da bilirəm. Və mən bəzən acığım da tutur ki, deyirlər ki, yəni pis adama çoban kimi, yəni çobanı pis surət kimi. Mən o fikirlə qətiyyən razı deyiləm. Yəni çoban da bir şəxsiyyətdir. Çoban, bizim kənddə məsələn, cəmaatın qoyunları var idi. Bir 500 qoyunu səhər aparırdı, axşam onu sağ-salamat gətirirdi. Burada çobanın şəxsiyyətindən söhbət getmir. Alimlərə rəhbərlik. Yəni, biz konkret açıqlamadan gedir. İş adamının açıqlamasından deyirəm. Bilirəm. Alimlərin işləyir, biz rəhbərliyirik. Mən bir AMEA-nın institut direktoru kimi, alimlərin arasında olan bir şəxs kimi, bir professor alim kimi. Mənə belə gəlir ki, bizim cəmiyyət o zaman sağlam və düzgün yolla gedən cəmiyyət olacaq ki, el adamlara bu cəmiyyətdə yer olmayacaq. Mən vaxtilə o tipli adamlarla şəxsən nazir orada çox qarşılaşmışam. Onlar Azərbaycan üçün bir yara mən hesab eləyərdim, yara. Mən onları çobanla da müqayisə eləmərəm. Qətiyyən beləsinisə ki, deyən ki, 10 alimi gətirmişəm, qapımda işlədirəm, nə bilim, neynirəm belə. Yəni, cəmiyyətdə belə adamların yeri olmalıdır. Təəssüf ki, nəinki yeri var, deyir, maşınlarımın sayını bilmirəm mən. Böyük bir alim, məsələn, yağış yağanda palçıqda, yağışda da istada gedir, ancaq eləsin deyir, heç mən maşınlarımın sayını. Yəni, düzgün deyil, mən onu düzgün hal hesabı. Yəni, eyni zamanda onu ortalığa çıxardıb, onun səsini vermək, onun o göstərmək, onu da mən mənfəal hesab edirəm. Lazımdır elə şeylər. O müsahibənin bir məqamında mediada sizə toxunan bir hissəsinin olduğunu iddia etdilər ki, İsfəndiyar Axundov bildirir ki, oğlum bəs mənə deyir ki, bizim nəvələrimə də saxta diplomlar alma, mən oğullarıma diplom alıb vermişəm. Sosial şəbəkələrdə, mediada bu sizin dövrləri əhatə etdiyinizi bildirilir. Bəli. Dedilər, kim verib dedilər. Bəli. Mən də ona cavab verdim ki... Yəni, kim verib İsfəndiyar Axundovun oğlanlarına saxta diplomu? Mən konkret deyə bilmərəm. Onlar harada oxuyublar, onları bilmirəm necə. Ancaq qoy cəmiyyət bilsin ki, mən bir dəfə demişəm, bir də deyirəm ki, diplom dövlətin qiymətli kağızlar qrupuna daxil olan bir dövlət sənədidir. O dövlət sənədi müvafiq nazirlər, məsələn, diplom Təhsil Nazirliyi hər ildə sifariş verir ki, bu qədər diplom, bu qədər atestat hazırlansın və ali məktəblərin rəhbərləri hər ildə, il bitəndən sonra nazirliyə müraciət edir ki, bu il bizim ali məktəbi, mənim rəhbərlik elədim, ali məktəbi bu qədər tələbə bitirir. Onlardan bu qədər fərqlənmə diplomuna, bu qədər ali diploma layiqdir. Nazirliyə gəlir, rəsmi sənəd kimi qeydiyyatdan keçir. Nazir də müvafiq idarələr göstəriş verir ki, məsələni həll edin. O idarələrdə də sayınla verirlər və o müəssisənin nümayəndəsi gəlir, o sayınla götürür, aparır universitetə. Diplomu tələbəyə universitet verir. Nazirlik diplomu heç vaxt verməkdir və yaxın gələcəkdə də verməyəcəkdir. Məsələn, mən şəxsən 1969-cu ildə Mexanika Riyaziyyat Fakültəsinin fərqlənmə diplomunu rektor Mehdi Əliyevin əlindən almışam. Bu diplom məsələsi, saxta diplomlar məsələsi ümumiyyətlə sizin adınızın
yan-yana gətirildiyi başqa bir məsələ də var. Talıbovlar ailəsi ilə bağlı bir neçə iddialar səsləndi ki, Vasif Talıbovun Bakı Dövlət Universitetində oxuduğu, hüquqşünaslıq fakültəsində oxuduğu diplomda saxta diplomlu iddiaları səsləndirdilər. Həmin dövrlərdə siz Bakı Dövlət Universitetinin rektoru olduğunuz Prorektor, rektor ola bilər. Bir də Vasif Talıbovun oğlu Seymur Talıbovun 15 yaşında diplom almağı məsələsi, o da sizin nazir olduğunuz vaxtlarda misal çəkildi. Bu ümumiyyətlə Talıbovlarla bağlı məsələni sonradan üzə çıxardıb sizin iş prosesinizdə bağlamalar səbəb nədir? Ümumiyyətlə bu proseslərə sizə nə qədər aidiyyəti var? Mənə belə gəlir ki, o prosesin heç birinin mənə aidiyyəti yoxdur və o adların, o soyadların çəkilməsində heç bir ehtiyac görmürəm. Yəni biz keçmişi qurdalamaqla yox, gələcəkdə işimizin nə qədər yaxşı olmağıyla maraqlanmalıyıq. 20 il bundan qabaq kimsə diplom alıbsa, tutaq ki, bildin ki, onu kimsə sonra nə olsun? Nə edə bilərsə. Ona görə də mən məsələn belə məsələlərin gündəmə gəlməsini, kimisə müzakirəyə qoyulmasını, indi açığı deyək də, rektorun kim olmasından asılı olmayaraq, Vasif Talıbov o dövrdə hara geçsə bütün qapılar ona açıq idi. Gəlin açıqlanışaq da. Alacaqdır. Oxuyub, nəysə də, yəni onu müzakirə eləməyin bu da nə mənası var ki? Səmimi bir sual verim sizə. Sizin işlədiyiniz dövrdə və bu günə qədər oxuyub yaza bilməyən nazir və ya vəzifəli şəxs tanıyırdınızmı? Oxuyub yaza bilməyən? Bəli, oxuma yazma qabiliyyəti, belə deyək də, təhsili olmayan, orta məktəb təhsili olmayan xatırlamıram mən. Bir vəzifəli şəxs, nazir. Və inanmıram ki, elə bir adam olsun. Qəti ola bilməz elə adam. Yəni nazir olsun, oxuyub və ya vəzifəli şəxs. Başqa vəzifə o bəlkə də ola bilər, da nazir ola bilməz. Mən inanmıram. İnanmıram. Ümumiyyətlə, mən sizə deyim ki, dünyada bu məsələ Birləşmiş Millətlər Təşkilatı və digər təhsillə bağlı, insan inkişafından bağlı təşkilatlar bu məsələləri yoxlayırlar və bu baxımdan Azərbaycanda bugün savadsız adam yoxdur. Yəni, oxumağı və yazmağı bilməyən adam yoxdur. Çoxdan bu məsələ bitibdir. O ki qaldı, onun ali təhsili varmı, yoxmu? O biraz başqa məsələdir və deyim ki, sizə hətta vaxtı ilə dünyanın böyük ölkələrinin elə rəhbərləri olub ki, ölkəni 30 il, 25 il idarə edib, sonra bəlli olub ki, onun ali təhsili yoxdur. Elə şeylər də var. Yəni ki, onların, mən bilən, onunla ali təhsil diplomu olmamaqla insanın bacarıqsız olması bir araya gəlməyən bir şeydir. Elə adam olar ki, elə adam misallar gətirə bilərəm. Çoxlu sayda misal gətirmək olar ki, tam ali təhsil almayıb, ancaq bəli, yəni dünyada bir çox gündə 1000 səhifə, 2000 səhifə oxuyurmuş, hər elə bir milyarderləri var. Bəli. Misir Mərdənov 80 illiyini necə qeyd etməyi düşünür? 80 yaşını ümumiyyətlə 80 yaşında hansı 80 yaşı və sonrakı proseslərdə özünü necə var? Mən heç zaman indiyə qədər nə rəsmi, nə qeyri-rəsmi ad günümü qeyd eləməmişəm. Uzaq başı ailə üzvlərim, evladlarım, qardaşım, bacım gəliblər, təbrik edirlər. Yəni düşünürəm ki, Allah əgər məni 80 yaşı mənə qismət eləsə, ona çox var, gözləyək. Onda yenə evimdə oturub, evimdə, ailəmin içində o yaşı qeyd eləyəcəm. Başqa bir şey fikirləşmirəm mən. Yəni onunla mən öyünmürəm. Allahın verdiyi ömürdür, yaşamışıq. Ona qiyməti də millət verir, dövlət verir. Nə olubsa olub. Təzəndən mən ordurum, iclas keçirim, nə bilim, təntənəli bir tədbir eləyim. Mən elə şey fikirləşmirəm. İndiyə qədər fikirləşməmişəm. 75 yaşım oldu bundan biraz qabaq. Heç bir yerdə təntənəli bir tədbir keçirilmədik. Öz ailə üzvlərimlə, ən yaxın iş yoldaşlarımla oturduq bir yerdə bircə çörək yedik. Təbrirləşdik, qutarıq. Mən elə şeylə, yəni marağında deyiləm elə bir şeyin. Misir Mərdənov sosial şəbəkələrdə varmı? Yəni profiliniz? Var. İzləyirsiniz? Facebook var, izləyirəm. Gündəlik dostlarım var, kifayət qədər. Yazılarım çıxır, onları... Şəxsən özünüz idarə edirsiniz? Bəli. Onları, yəni, hər gün olmasa da ən az 2 gündən bir Azərbaycanın tanınmış semaları haqqında yazılarım çıxır. Xüsusən riyaziyyatçılar haqqında, Azərbaycanın tanınmış təhsil adamları haqqında, institutda gedən proseslərlə bağlı və s. ilə bağlı mənim sosial şəbəkələrdə çox fəalam. Mən təşəkkür edirəm sizə Misir müəllim. Bugün bizim qonağımız oldunuz, maraqlı suallara cavab verdiniz. Bugün gündəmin əsas mövzuları müzakirə olundu. Siz hər zaman öz simanızı, xarakterinizi qoruyan çalışmışam.
şəxslərdən olmusunuz. Mən sizə təşəkkürümü bildirirəm. Sağ olun. Çox sağ olun ki, bizim verilişdə qonaq oldunuz. Minnətdaram. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. İkinci dəfədir ki, mən bu studiyaya gəlirəm. Hər dəfə özümə hörmət görmüşəm. Təşəkkür edirəm. İnşallah yenə görüşərik. Çox sağ olun. Bax belə hörmətli tamaşaçılar, bu günlük bizdən bu qədər. Sağ olun, salamat qalın.